Muz tortun yığılma qaydasında əvvəlcə çəmbərə plyonkamız keçirilir. Tort plyonkası keçirilir. Hazırlanır. Biskvit, pişirdiyimiz biskvit tortun çəmbərinin içinə yerləşdirilir. 3 şokolad deyiləndə rənglər şokoladın dadına görə rənglər fərqlənməlidir və dadlar da fərqlənməlidir. Burada nədir? Birinci şokoladımız tünd və islatdığımız jelatini əlavə edirik şokolada. İsti şokoladın içində həmin jelatini əridirik. Jelatin isti şokoladın içində. Və çox qaynar jelatinin şokoladın içinə, isti ərzaqların içinə jelatini əlavə etmək olmaz. Niyə? Çünki jelatinin özünə uyğun olan temperaturu var. Həmin temperaturun içində jelatin yansa, temperaturu yüksək olsa, sizin istədiyiniz keyfiyyət alınmayacaq. Ona görə ona uyğun olan temperaturda atılır içinə, əridilir. Biz burada əmin oluruq ki, jelatin tam əridi. Jelatin tam əridilir. Bax, görürsünüz, burada bir hissəsi dajıbının, bax, belə soku qalıb. Biraz da onu qatışdırsıq əriyə. Qatı, əmin oluq ki, jelatin əridilib. Və 30% qaymaq, qatışdırılan qaymağımıza fikir verirsiniz. Bax, bu qaymağa. Bu jelatin əlavə, bu şokoladlı jelatin əlavə olunur. Və qatışdırılır tərkibində. Və əlavə olunur bizim hazırladığımız, yığdığımız biskvitin içinə. Bax, belə. Bu bizim birinci şokoladlı tortun, muz tortun birinci hissəsidir. Və bu əlavə olunandan sonra üzərinə soyuducuda 15 dəqiqə soyudulur. Qızlar, bunu qoyun belə, soyuducuda. Baxın tərkibinə. Belə.